Salam uşaqlar, hər vaxtınız xeyir olsun. 11-ci sinif OTK-nın izahını verəcəm sizə. Deməli, burada iki qaydanı bilməlisiniz. Moda və median yerində bir dənə də sorta. Yəni, hamısı qaydaya əsaslanır. Moda nədir? Ən çox təkrarlanan burada 9-dur. Median nədir? Tək saydadırsa, ən ortadakini götürük 4-ü. Həndəsi orta isə bu iki ifadənin hansının kök altı ifadəsi. Yəni, 9-u 4-ə vuranda 36. Bundan da əlbəttə ki, 6 çıxır. ABCD paraleqramında bir ədəd paraleqramı çəkirik. Biz bilirik ki, paraleqramın qarşı tərəfləri paralel və eyni zamanda nədir? Bərabərdir. Adından da işdirdiyi kimi. A'nın verib 2 mənfi 2 təpə nöqtəsinin koordinatını, B'ni verib mənfi 4 6, C'ni verib mənfi 1 3, D'ni də verib AB bilmirik. İndi deyir ki, A plus B cəmini tapın. Bu əslində bir qaydadır. Necədir qayda? Yəni, başqa cürdə necə tapa bilərsiniz? Seçmə üsulunu tapa bilərsiniz. Məsələn, AB tərəfin bərabərdir CD tərəfinə. İki nöqtə arasındakı məsafə düsturu kimi oradan tətbiq eləyə bilərsiniz, tapa bilərsiniz. Və yaxud da ki, elə burada qarşı təpələrin cəmi, yəni 2 ilə mənfi 1-in cəmi bərabərdir mənfi 4-dən A-nın cəminə. Bu da eləyəcək A minus 4 bərabərdir 2-nin üstünə mənfi 1 gələndə müsbət 1. Fisioda bura müsbət 1-ə. A da bərabər olacaq 5-ə. Düz hesabladım mən burada. Mənə nə var? Hesab səhvidir gəlimi. Hə, düzdür. A oldu 5. Sonra başqa cürə isə mənfi 2 ilə 3-ün cəmi, yəni 3 ilə mənfi 2-nin cəmi verəcək 6 ilə B-nin cəmi. Buradan da alaram ki 6 plus B bərabərdir 1-ə, B də bərabərdir mənfi 5-ə. Əks işarəli ədədlərin cəmi də neçə eləyir? 0 eləyir. ABC üçbucağında B-də tənbülən. Tamam, tənbülən avtomatik qeyd eləyək alfa-alfa. D'yi AB-yə paraleldir. Aha, D'yi paraleldir AB-yə. Baxın, paralel deyirsə, bax bu Z hərfin yazıram. Z hərfində biz nə deyirik o paraleldə? Məsələn, bura alfadırsa, burada avtomatik nə olur? Alfa. Deməli, burada bir dənə nə yarandı? Bərabər yanlı üçbucaq yarandı. B'yimiz 3'dür. Onda burada avtomatik 3 olacaq. Y'cimiz 6. AB'ni soruşur. X da tətbiq eləyək də. Yəni necədir qayda? 3'ün X-a nisbəti, yəni bu 3'ün bu X-a nisbəti. 6'nın isə o şu tərəf neçə olacaq? 9'a nisbəti. Burada ixtisar aparsam 2 eləyir. 2x bərabərdir 9'a. X da bərabər olacaq. 4 onda 5, yəni A variantı. Daha sonra bu tənliğini həll eləyin. Yenə asan bir tənlik veriblər. 2 vurulsun. Sinüs kvadratı x bölünsün 2. Bunu uşaq bilməlidir ki, bu bir düsturdur. 1 minus kosinüs x, yəni deyir bu dərəcənin aşağı salınma düsturudur bu. Bax, necə də əslində düstur? Belədir. Sinüs kvadratı x bərabərdir 1 minus kosinüs 2x bölünsün 2. Burada x bölünsün 2 olduğuna görə 2'yə vuranda x qalacaq. Bölək 2 bərabərdir 1'ə. Bu 2 ilə bu 2 getdi. 1 minus kosinüs x bərabərdir 1'ə. Kosinüs x bərabərdir 0'a. 0 kosinüsün xüsusi haldır. Hər birində olduğu kimi 1, 0, 0, 1. 0 kosinüs nə vaxt alır? Neçə dərəcədə alır? 90 dərəcədə. Onda olacaq bunun 90 dərəcədən bir təkrarlanır da aldığı qiymət. Ona görə də pi bölünsün 2 plus pi k. Bu dövr deməkdir. Yəni 90 dərəcədən 1. Yəni 90 dərəcədən 1 deyil ha, 180 dərəcədən 1, sadəcə 90 dərəcədə alır da o qiyməti. İfadəmi dəyişim, həm A variantı. Düz bucaqlı üç bucaqda əla, bucaq B tayinə qaldı, hamısını verib. Bura 40-sa, bura 50'dir, tamam. Hə, bax bu bir qaydadır. CM düz bucaq təpəsindən çəkilmiş median hipotenusun yarısına bərabərdir. Hətta puzada mən uşaqlara göstərirəm bu. Düzdür mü uşaqlar? Hamısı çəkildiyi tərəfi neyinir? Yarıya bölünür. Yarıya bölünürsə, baxın burada bir bərabər yanlı üç bucaq alındı. Alınmadı mı? Alındı. Məndən hansı bucağı istəyir? AMC, məndən bu bucağı istəyir. Düzdür mü? Hər cür yanaşa bilərsiniz. Məsələn, bərabər yanlıdırsa burada 50'dir. 50'dirsə 50'dirsə iki daxili bucağın cəmi onlara qonşu olmayan xarici bucağa bərabərdir. Bura olacaq 100. Qonşusu olacaq neçə? 80 ki məndən onu istəyir. 36-cı sual. Funksiyanın qrafiki ola bilər. Bu üstü funksiyanın grafikidir. Onu da necə tapırsınız? Əvvəla artım yoxsa azalmanın mı olduğunu tapmaq lazımdır. Baxırsınız ki, kök altı funksiyanın grafiki deyil ha bu. Bu üstü funksiyanın grafikidir. Nə olsun kökün altında 3 var. Bunlar məsəl üçün kök altı funksiyanın grafikidir. Bunlar deyil.
Sonra buradan təqribi məsəl üçün 1/7 üstə gəlsin. 1 eləyəcək 2/7. Yəni bizim bu ifadəmiz görürsüz birdən böyükdür. Birdən böyük olduğuna görə bu artan funksiyadır. Artan funksiyanın da indi baxırsınız ki, aralarındakı qrafiklərin hansı artır? Bu üzü aşağı gedir, azalır. Sonra bu da aşağı doğru gedir, azalır. Bəli, artan funksiya budur. Sonra bu ifadəsini sadələşdirin. Bura dəymirəm. Ancaq mən bilirəm ki, burada kökün altında yığılır. X minus 2'nin mötərizə kvadratı kimi neynədir? Yığıldı. X kvadratı minus x minus 1 üzərinə gəlsin. Modulda x minus 2 bərabərdir. Mənə deyir x kiçikdir 1'dən. Yəni bir dənə 0 qoysam bura. Burada modulun içərisi görürük ki, mənfi olur. Ona görə avtomatik neynəyəcək? Dəyişiləcək. Plus 2 minus x kimi gedəcək. Gedəcək deyəndə getmir, yəni el olur. X kvadratı minus 2x mənfi 1'in üstünə 2 gələndə eləyəcək müsbət 1. Bura qədər aydındır uşaqlar. Və görürəm ki, kökün altında x minus 1'in kvadratı kimi bu ifadə yığılır. Yəni modulda x minus 1. İndi yenə şərtə baxıram, x deyir kiçikdir 1'dən. 1'dən kiçik olduğuna görə modulun içərisi mənfi olacağı üçün nə olacaq? Əksi çıxacaq, yəni 1 minus x. Ekobun tap deyir. Çox sadə suallardan biri də bu idi. Mən eşitdiyim qədərlə uşaqlar deyirdi ki, çətindir. Mən 38-ci suala gəlmişəm. Burada çətin bir sual varmı da uşaqlar? Yəni bu suallara məncə o qədər əzbərçiliyi öyrəşmişik ki, artıq bu sualları biz çətin deyirik. Biraz kənara çıxmaq lazımdır da uşaqlar, belə də olmaz. Ekob A1'ni tapanda mesela A'nı götürürük. 2'nin kvadratı vuraq 3 vuraq 5'in kvadratı. 2 dənə 2 var, bu mənə lazım deyil. Ancaq 3'dən görürsən 2 dənədir. 1'in götürəcəm. Heç nə hesablayaq. 4'ü 25'ə vuranda 100 eləyir. 100'ü də 9. Deməli 39-cu sualda deyir ki, bu bərabərsizliyini ödəyən tam ədədlərin cəmini tapın. Uşaqlar görürsünüz ki, burada 9 minus x-dır. 10 yerinə yazaram x minus 9 bölək x minus 3 kiçik bərabərdir 0-dan. Düzdür. Bərabərsizliyi həll edərkən nəyə diqqət eləmək lazımdır? Əvvəla sürətlə məxrəcin sıfıra çevirən qiymətləri bizə lazımdır. Məxrəci sıfıra çevirən qiymət x-in 3 qiymətidir. Sürətin də 9 qiymətidir. Ancaq görürsünüz ki, bərabərsizliyimiz kiçik bərabər olduğuna görə məxrəci 3 qiymətində 0 olduğu üçün burada açıq olacaq. 9 isə qapalı olacaq. Sonra intervallar formasında, yəni qeyd eləsək, müsbət, mənfi, müsbət. Bu formada rahatlıkla düzə bilərik. X birinci gəlib, heç bir problem yoxdur. Kvadrat yoxdur, kök altı yoxdur. Rahatlıkla araşdırmadan düzə bilərik. Soldan sağa plusları, plus minusları. İndi bizə kiçik bərabərdir dediyinə görə 3 açıq, 9 isə qapalı intervalda olacaq. Qapalı, yəni parçada olacaq. Deməli, bunun tam ədədlərinin cəmi 4, 5, 6, 7, 8 və 9'dur. Bunların da cəmi eləyəcək 9, 15, 22, 30 və 39, yəni C variantı. Aha, hər şeyi verib adi oturacağının uzunluğunu tapdığı çox sevirəm bu trapesiyanı ümumiyyətlə. 45 dərəcəni gördüm, ümumiyyətlə sevdim. C təpəsində bir hündürlük çəkirik. Çəkdik. Gözəl. 45 isə burada 45 olacaq. Deməli, burada bərabər yanlı bir düz bucaqlı 3 bucaq var. Onun qaydasına görə hipotenüs 4 kökdə 2 isə necə idi 45 dərəcənin qaydası uşaqlar xatırlayırıq. A adısa burada olacaq A kök 2. Yəni 4 kök 2 isə bura olacaq 4, bura olacaq 4. Aydındır. Sonra nə edirəm? Buradan da bir hündürlük çəkirəm. Olmazsa olmaz, düzdür. İşarəsini qoyuram. Bura 3 isə burada 3'dür. Hündürlük də 4'dür. Nə gözəl. Axı düz bucaqlı 3 bucaqdır. Pifaqor ədədləri burada olacaq 3. AD'nin oturacağının uzunluğunu istəyir. Buradan bura qədər istəyir. 3 plus 3 plus 4. Bu da eləyəcək 10. Hər şeyi yazacağım, yazacağım, yazacağım. Axırda da hesab səhvin edəcəm. Təbii ki, olmazsa olmaz. Ortaq vuruq x kvadratını çıxardıram. X plus y minus x plus y. Aşağıdan da x'i çıxardıram. Yerdə qalır x kvadratı minus 1. Hər ikisində ortaq vuruq x plus y-dir. Yerdə qalacaq x kvadratı minus 1. X var x kvadratı minus 1. Bununla bu gedir. X plus y bölək y. 42-ci sualda deyir ki, bu kvadrat tənliyinin köklərindən biri m olarsa, mən dəfələrlə demişəm ki, ümumiyyətlə deyir ki, bizə n parametrdir burada. Məsələn, burada
Təlin köklərindən biri 5 olarsa, 4 olarsa, 3 olarsa fərqi yoxdur. Aparıb harda x var, onun yerinə nə yazacağıq? M. Və yaxud da ki 4 versəydik 4 yazardıq, 3 versəydik 3 yazardıq. M verdiyinə görə harda x var, onun yerinə m qoyuruq. M kvadratı minus m vurulsun m plus 1 plus 5 bərabərdir 0-a. M kvadratı çıxılsın m kvadratı minus m plus 5 bərabərdir 0-a. M kvadratlar gedir. Mənfi m bərabərdir mənfi 5-ə, m bərabərdir müsbət 5-ə. İndi aparıb m-i qoyaq yerinə. Alaram x kvadratı minus 6x plus 5 bərabərdir 0. Bu tənliyin köklərindən biri m olarsa, tənliyin kiçik kökünü tap deyir. Bunun kökləri 5 ilə 1-dir. Bir kökü m-dir, yəni bir kökü 5-dir, digər kökü isə 1-dir. Bizdən kiçik kökü istəyir, yəni olacaq E variantı. Deməli, sadə sualdır. 1 bölünsün 9'dan 2, üzərinə gəlinsin 1 bölünsün 9'da 5, bölək 9'da 7. Bu da verəcək mənə 2'də 9 üzərinə gəlinsin 5'də 9, vuraq 7'də 9. Bunun tamamlayıcısı 5, bununki 2'dir. Yəni alaram ki 10'da 45, üzərinə gəlinsin 10'da 18, vuraq 7'də 9. Bu da verəcək mənə 10'da 63, vuraq 7'də 9. 7 ilə 63 gedir 9, 81'i də 10'a böləndə eləyəcək 8,1. Bu ifadəsinin qiymətini tapın deyir. Tangez 60 derecede kök altında 3 alır. Ortak vuruq uşaqlar burada kosinus 20'dir. Burada isə tamamlayıcısı sinus 20'dir. Deməli mənim burada ortak məxrəcim sinus 20 ilə kosinus 20 olacaq. Yuxarıda qalacaq tangens. Tangensin qiymətini dedik ki kökün altında 3'dür. Kökün altında 3 kosinus 20 çıxılsın sinus 20. Belə bir biz bilirik ki məsələn uşaqlar əgər 2 sinus alfa kosinus beta bizə verirdi sinus 2 alfanı. Düzdürmü? Ancaq belə olan halda isə sinus 20 ilə kosinus 20 isə elə bil ki özümüzdən 2'yə vurub 2'yə böldüyümüz üçün mənə verəcək kosinus 40 bölünsün 2. Kısaca bunun yerinə yazırıq 2'də 1 kosinus 40 dərəcə. Aydındırmı? Sürəti isə nə edə bilərik? Sürətdə isə belə bir qaydamız var ki, mən bunu baxın elə bir ki, məsəl üçün sinus alfa minus beta'yı gətirməyə çalışmalıyam. O nə deməkdir? Sinus alfa kosinus beta çıxılsın kosinus alfa sinus beta. Bunu yaratmalıyam. Baxıram burada kökün altında 3 var. Burada əmsalı 1'dir. Mənə bir şey vermir. Bunun üçün bir qayda var. Kökün altında a kvadratı plus b kvadratına. Hər tərəfi ona bölmək lazımdır. Yəni 3 plus 1 eləyəcək 4. Ondan çıxacaq 2. Yəni buranı da böləcəm 2'yə. Baxın belə bir şey. Çıxılsın 2'də 1 sinus 20. Bu hissəni də böləcəm 2'yə bərabərdir. Daha sonra indi nə edəcəksiniz? Bax burada kökdə 3 bölünsün 2'nin qiyməti bizə nə verəcək? Sinus neçə dərəcə? 60 dərəcə. Düzdürmü? Kosinus 20 dərəcə çıxılsın. Bu da kosinus 60 dərəcə, sinus 20 dərəcə. Bölək 2'də 1 də 2'yə böləndə 4'də 1 kosinus 40 dərəcə. Görün nə gözəl yuxarı mənə düstur verdi. Sinus 40 dərəcəni verdi. 60 çıxılsın 20'ni. Aşağıda da 4'də 1 kosinus 40 nə yazmışam mən bura bəri başdan. Bu sinus olmalıdır uşaqlar, sinus. Kosinus yazmışam. Düzəldim onu mən. Bu sinus olmalıdır. Sinus 40 dərəcə. Bununla bu gedəcək. Bir də 4'də 1'ə böləndə cavab eləyəcək 4. Çoxluğun 2 elementli açıqlıqlarının sayı bu bir qaydadır. 2 elementli açıqlıqların sayı deyirsə 1, 2, 3, 4, 5, 6. 6 elementdən 2. Bunu da hesablayanda 6 vur 5 öğretmiştim sizə. 2 addımda öndən gedəcək. 1 vurulsun 2. 3'ü də 5'ə vuranda eləyəcək 15. Sonra 3 elementli açıqlıqlarının sayı kombinizon 6'dan 3, 6 elementdən 3. 6 vur 5 vurulsun 4, bölək 1 vur 2 vur 3. Bununla bu gedir, bu da eləyəcək 20. Deyir, bunun deyir neçə faizidir? Yəni 15 böl 20 vurulsun 100 faizi məndən istəyir. Bununla bu gedir, 15 də 5'ə vuranda eləyəcək 75 faiz.
Daha sonra 46-cı sualda çox rahat, çox sadə bir sualdır. Əgər 4 bucaqlının xaricinə çevrə çəkilmişdirsə, onun qarşı bucaqlarının cəmi 180 dərəcə eləməlidir. Bura 85-dirsə, 180-dən, yəni bucaq deyini tapıramsa, 85-i çıxmalıyam. Bu deyəcək 95 dərəcə, düzdürmü? Deməli, deyimiz 95 dərəcə. Düz hesabladıqsa. Sonra bucaq A-nı da tapanda 180-dən çıxırıq 65-i. Bu deyəcək 115 dərəcə. Düzdürmü? Düz hesabladığımız əgər. Aha, düzdür. 115-dən də 95 çıxanda eləyəcək 20 dərəcə. Sonra bu özü olsun. Loqaritman ən sadədir. Yəni bunu sadələşdiririk. Baxın, 2-nin üstü 2-də 1 x. Üstə gəlsin loqaritma 2x. Üstə gəlsin loqaritma. Bu 2 keçir bu x-in təpəsinə yazıram belə. Bu 4-ü də ya da elə yazmayayım, bu yazsın. X qalsın burada, 2 qalsın burada. 4 də yazacağım 2-nin kvadratı kimi. Bərabərdir 32. Sonra 2-də 1 qarşıya 2 kimi çıxacaq. Baxın, 2 loqaritma 2 əsasdan x. Üstə gəlsin loqaritma 2 əsasdan x. Üstə gələk. Bu 2 isə 2-də 1 kimi çıxacaq qarşıya. Baxın, belə bu formada. Bərabərdir 32. Bu 2 ilə bu 2 gedir. Alaram ki 3 loqaritma 2 əsasdan x plus loqaritma 2 əsasdan x bərabərdir 32. 4 loqaritma 2 əsasdan x 32. Loqaritma 2 əsasdan x 8. Biz də bilirik ki düz hesabladıqda düzdürmü? X da bərabər olacaq 2-nin üstü 8. Bu da eləyəcək neçə eləyəcək? 2-nin üstü 6, 64, 128, bəli, 256 edəcək. 48. Tərəflərin uzunluqlarının tam ədədlər olan ABCD və MNKD kvadratları üçün iştirilənmiş hissənin sahəsi, baxın buranın 23 olarsa, bu kvadratın perimetrini tap. Buraya x deyirəm, böyük kvadratın bir tərəfinə, ona hər tərəf x olacaq. Bununla kvadratını y deyirəm. Mən bu iştirilənmiş hissəni almaq istəyirəmsə, x-in kvadratından y-in kvadratını çıxmalıyam, o deyəcək 23. Və deyir, uzunluqlar tam ədədlərlə ifadə olunub. Kvadratlar fərqi kimi yanaşıram. Sonra fərqi 1, cəmi 23 olan ədədlər. Yadınızda saxlayın ki, ardıcıl ədədlərin fərqi 1-ə bərabərdir. Deməli, hansılar da olacaq? 12 ilə 11. Deməli, biri 11-dir, digəri olacaq 12. Balaca kvadrat deyirsə 11 deyir. 11 də vuracam 4-ə eləyəcək 44. Sonra 49-cu sual. Bayram üçün hazırlanmış hədiyyə qutuların 5-dəki hissəsi hər gün 40 qutu, qalan hissəsi isə hər gün 50 qutu paylanmaqla 44 günə bitirilməlidir. Hədiyyə üçün hazırlanmış qutuların ümumi sayını tapın. Bu sual, eynən bu sual Ağim Babaverdiyev, onun sınavında var bu tipdə sual. Sadəcə rəqəmləri fərqlidir, amma ümumi bu tipdə olan bir sualı var. Mövzu səhvləmirəmsə 9 olmalıdır. Deməli, deyir 5-dəki hissəsi. İndi baxın, burada bir şey var. Burada nəyə? Qutunun sayı məlumdur. Ki, cəmi ümumilikdə neçə qutu var. Nə də ki, 5-dəki hissəsini neçə günə bitirdiyin, 5-də 3 hissəsini neçə günə bitirdiyin haqqında gün haqqında bir məlumatımız yoxdur. Ona görə yadınızda saxlayın ki, məsələn, mən əgər deyirəm ki, 2 günə 20 qutu bitirmişəmsə, məsəl üçün, cəmi neçə qutudan istifadə olunub 2 gün ərzində. 2-ni 20-yə var, neçə eləyir? 40 dənə. Düzdürmü? Fikir verirsinizmi ki, mən obşu qutuların sayını tapanda neynirəm? Günü vururam qutuya. Düzdür? Yəni, obşu sayını tapanda. İndi burada da mənə deyir ki, qutuların 5-dəki hissəsi, yaxşı, qutulara x deyim, günə də y deyim, düzdürmü? Qutuların 5-dəki hissəsini deyir, hər gün 40 qutu. Hər gün 40 qutu deyirsə, yəni 5-dəki x bərabər deyir, 40 qutu deyəndə günü bilmirəm, amma günü y demişəm, düzdürmü? Olacaq 40 y. Bu cəbdə. Qalan hissəsi nə qədər olacaq? 5-də 3 x. Bu da olacaq ki, hər gün 50 qutu, 50 y. Deyir ki, paylanmaqla 44 günə bitirməlidir. İndi 44 günə bitirməlidirsə, mən gün y demişəm də. Buradan belki y tapım. Qoyun əvvəlcə biraz sadələşdireyim. Buna bu getdi. Burada qaldı 20. Alaram ki, x bərabərdir 100 y. Məndən günlərin cəmini verib də, yəni y tapsam, eləyəcək x bölünsün 100.
Düzdürmü? İndi eyni qaydanla, eyni prosedurla buradan geçsəm, 3x bərabərdir 250 y-ə, y tapanda 3x bölək 250. Qutardı getdi. Yəni x bölünsün 100, üzərinə gəlsin 3x bölək 250 bərabərdir 44-ə. Hə, heç nə. Bunu hesaplamaq lazımdır. Bu da hesaplayanda 100 ilə 250-ni 500'ə gətirmək olur da. Bunun tamamlayıcısı 5, bununki 2'dir. 500'də 5x plus 6x bərabərdir 44'ə. Alaram ki, bu hissəni hesablayayım. 11x bölək 500 bərabərdir 44'ə. 11x bərabərdir 44 vurulsun 500'ə. Bununla bu gedir. Qalır burada 4. X eləyəcək 2000. Ne deyir mənə? Hə, qutuların sayını istəyirdi, onu tapdım. Ayinimiz 2'dir. Tamam. Ayin bərabərdir B-yə, o da tamam. Endimiz 6'dır. 8'i deməli burada olacaq 8. Onda bura 4, bura 4 imiş. Və burada düz bucaqlı 3 bucaq var, görürsünüz. Mən bilirəm ki, 30 dərəcəyə bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Onda deməli iti bucağımız 60'dır. Deməli kör bucağımız 120'dir. Sonra məndən nə deyir? C'nin parçasını tap deyir. C'nin parçası x'dir. Burada olacaq, bura 8. Всё. Deməli 4, belə bir 3 bucağım var. Kör bucaqlı 3 bucaqlı da. Təpə bucağı 120'dir. 4, 8, x. Burada nə görürəm? Görürəm iki tərəf arasındakı bucaq verilib. Kosinuslar teoremini tətbiq edə bilərəm. X'in kvadratı bərabərdir 4'ün kvadratı plus 8'in kvadratı. Çıxılsın, 2 vurulsun, 4 vurulsun kosinus 120 dərəcə. 16 plus 32. 32 nə idi? 64. Çıxaq. Kosinus 120 dərəcə, hə, ikinci rübə düşür. İkinci rübdə kosinus mənfi olduğuna görə qarşıya bir mənfi atılır, müsbət olur. Və aldığı qiymətdə 2'dən 1'dir. Bununla da bu niyə 4'də 1 yazdım? Bura kimi gəl. Axırda mütləq hesab səhvi olmalıdır. 4 vur 8 var 2'də 1. Bununla da bu gedəcək. 16 ilə 64'ü toplayanda eləyəcək 80. Üstə gəlinsin 32, 112. Yox, 112. Yəni x də bərabərdir kökün altında 112. Niyə ki, belə bir cavab alındı. Tənliklər sisteminin yeganə həlli olarsa m çıxılsın n fərqini tapın. Əvvəlcə tənliklər sisteminin yeganə həll deyirsə oradan x-i tapmaq lazımdır. 2x böyük bərabərdir m çıxılsın 3'dən. X də böyük bərabərdir m çıxılsın 3 bölünsün 2. Yine buradan x'i tapanda 2x kiçik bərabərdir n plus 4'dən. X də kiçik bərabərdir n plus 4 bölək 2. Baxın, mən bu x-in eyni bir ədəddən söhbət gedir. Başa düşürsünüz? Həm bundan böyük olacaq, həm də bundan kiçik bərabər. Həm böyük bərabər, həm kiçik bərabər. Nə vaxt ola bilər? Əgər bu hissə bu hissəyə bərabər olan halda, tək bir halda ki, bərabər olan halında. n minus 3 bölək 2 bərabərdir n plus 4 bölək 2. Alaram m çıxılsın 3 bərabərdir n plus 4'ə. M çıxılsın n bərabərdir 7'nə. Təsadüfdür ki, məndən də onu istəyir. 52-ci sualda ABC bərabər tərəfli uçbucağında AB tərəfinə D nöqtəsində toxunan tamam C təpə nöqtəsindən keçir. Əla. BY-miz 4'dür. Tamam. YC-miz 5'dir. Burada toxunanın xassəsini tətbiq edə bilərəm də. X-in kvadratı bərabərdir 4 vurulsun 9. X də bərabərdir 2 vur 3, yəni 6. Deməli, bura oldu 6. Axı, bərabər tərəfli 3 bucaqdır. 9 ise deməli, bura 3'dür. Heç bilmirəm məndən nə istəyir. Heç bir AD-ni istəyir. Çox sadə sual. Aha, 53-cü sualda deyir ki, bu funksiyasının qrafiki absis oxunu A və B oradan toxunu C nöqtəsində kəsir. Bu olarsa B və C nöqtələrinin absisləri cəmini tapın deyir. Əvvəla neyindik uşaqlar? Deməli, 2 ilə 0'dır. Görürsünüz, yəni burada x 2, y 0. Aparıb x-in yerinə 2, y-in yerinə 0 qoyub bir a-nı tapaq oradan. Alaram 4 çıxılsın 2 vurulsun a plus 1 plus a minus 4 bərabərdir 0'a. 4 minus 2a minus 2 plus a minus 4 bərabərdir 0'a. Mənfi a bərabərdir 2'yə. A eləyəcək mənfi 2. Düzdür. Sonra aparıb a-nın yerinə mənfi 2 qoyanda fx bərabərdir x kvadratı mənfi 1 eləyir. Qarşıda da bir mənfi müsbət x. Mənfi 2'dən 4 çıxanda minus 6 bərabərdir 0. 0 nə idi? Bərabərdir. Bax, funksiyam budur. Mən bu funksiyamdan, yəni bu qrafikin qursam, məsələn, x-ların absisləri tapsam, nə olacaq absislərim? Mənfi 3 ilə
2 olacaq, düzdürmü? Yəni nöqtəm əslində bu hansı ki absis oxunu AB nöqtəsində kəsən. Bax qrafikin mənim belə olmalıdır, düzdürmü? Həmin A və B nöqtələrimin koordinatları A-nın olacaq -3. A-nı verib, üzr istəyirəm, A-nı verib 2, 0. Yəni bu 2 ora getdi. B də olacaq -3, 0. Aydındır. Sonra deyir ki, B və C nöqtələrinin absislərinin cəmini tapın deyir. Absislərin deyirsə, B-nin absisi nə olacaq? -3. Ordinat oxunu C nöqtəsində kəsir. Bax, burada kəsir. Burada kəsirsə, bunun da absisi nə olacaq? 0 olacaq da. -3 ilə 0 toplayanda eləcə neçə? -3. AB vektoru və AC. AB vektoru. Baxın, AB vektorunu tapanda 2-dən çıxırsınız -1. Neçə eləyəcək? Sondan bax, bu 2-dən -1 çıxırıq. 3. 3-dən 4-ü çıxıram, eləyəcək -1. Sonra AC vektorunu tapanda 5-dən -1 çıxıram, eləyəcək 6. -6-dan 4 çıxıram, eləyəcək -10. İndi bunların skaler hasilini tapanda nə edirik? 3-ü vururuq 6-ya, vurmadı da uşaqlar. 3-ü vururuq 6-ya 18. Üstə gələk -1-i 10-a vuranda eləyəcək müsbət 10. Bu da eləyəcək 28. 55-ci silsilədir. Bütün ədədlərin müsbət olan ədədi silsilənin ilk 3 ardıcıl həddi verilibsə, biz bilirik ki, burada ortadakı hədd bərabərdir 1-ci və 3-cü həddin cəminin yarısına. 2x kvadratı -1 bərabərdir 4x plus 4-ə. 2x kvadratı -4x minus görüntüsü hesapladım mən burada. 2x kvadratı -2, -4x minus 6 bərabərdir 0-a. X kvadratı -2x minus 3 bərabərdir 0. Deməli, x ala bilərəm. x1-imiz 3-dür. Üviyyətə görə x2 də olacaq -1. Düzdürmü? Və hədləri müsbət olduğuna görə mən müsbət 3-ü götürəcəm. 3-ü qoyanda 3, 9-dan 1 çıxanda 7, 8, 3-ü 3-ə vururam, 9 + 4 gəlirəm 13. Silsilə fərqi nə deməkdir? Məsələn, 8-dən 3-ü çıxana neçə eləyir? 5. 13-dən 8 çıxana neçə eləyir? O da eləyəcək 5. Deməli, silsilə fərqi nəyə bərabərdir? 5-ə.